Qaldığımız yer haraydı? Bir dənə keçən dərsin bir-iki dəqiqə təkrarını gedək. Şəxs əvəzliklərindən danışdıq, işarə əvəzliklərindən danışdıq, onların hansı intik hissələrini əvəz eləməyindən danışdıq. O, budan sonra vergül məsələsini dedik. Burada stopladıq, düzdür? Aha. İndi buradan yenə iki dənəsin adını yazırıq ki, tamamlansın. Şəxs, işarə. Bu ikisi danışmışıq. İndi danışırıq üçüncü qeyri-müəyyən əvəzliklərdən. Sonra təyinə əvəzlik olacaq. Sonra sual əvəzlikləri olacaq. Deməli, uşaqlar, qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzliklərin sayı xeyli çoxdur. Yəni, digərlərində dənə-dənə, bir-iki dənə, hərəsində birində 6 dənədir, birində 5 dənədir, birində 4 dənədir filan. Amma burada bir xeyli çoxdur. Amma yenə də biz bunları sayaq. Hamı, hərə, filan kəs, bəzi, hər şey, heç nə və s. və ilaxır. Bunların içərisində bəziləri haqqında danışmaq lazımdır, xüsusi danışmaq lazımdır. Birinci nədən başlayaq? Filan kəs. Deməli, filan kəs uşaqlar yeganə əvəzlikdir ki, mürəkkəbdir, amma eyni zamanda bitişik yazılır. Başqa beləsi yoxdur. Qalanları ayrı olacaqlar. Bir dənə filan kəsdir ki, mürəkkəbdir və bitişikdir. İkinci bir məsələ, filana burada diqqət yetirək. Biz birazdan təyinli əvəzliklər haqqında danışanda orada biz yenə filanı görəcəyik. Amma fikir verərik. Burada təyinli əvəzliklərdən biri filandır. Amma burada filan kəs qeyri-müəyyəndir. Filan daha çox sifəti əvəz eləyir, amma filan kəs ismi əvəz eləyir. Bunları bir-birindən qarışdırmayaq. Eyni ilə buna bənzəyən nə var? Yenə təyinli əvəzliklərdən biri hərdir. Amma qeyri-müəyyən əvəzliyimiz hərə var. Yenə hər sifəti əvəz eləyir, necə sualına cavab verir, hansı sualına cavab verir. Amma hərə kim sualına cavab verir. Yenə tamam fərqlidirlər. Və buradakı kimsə buna deyə bilər ki, bu şəkilçidir. Belə bir şəkilçi əslində nəyəsə şəkilçi deməyimiz üçün heç olmasa alternativ 3-4 dənə söz olmalıdır ki, deyək ki, həqiqətən də əvəzlikdən əvəzlik yaradan A şəkilçimiz var. Amma əvəzliyin biz birazdan quruluşca növlərini deyəndə deyəcəyik ki, əvəzliyin düzəltmə növü heç də bildiyimiz samballı neçə variantlı şəkilçilər vasitəsilə yaranmır. Sadəcə belə bir söz var və kənardakı bir çıxıntı, quyruğa bənzəyən bir şeydir. Bu də onun kimi bir şeydir, amma ona görə də biz hərəyə nə deyəcəyik? Düzəltmə deyəcəyik. Daha sonra nə haqqında danışmalıyıq uşaqlar? 2 dənə əvəzliyimiz var ki, bütün şəxslər üzrə mənsubiyyə şəkilçisini qəbul edir. Amma bu 2 dənədir. Başqası yoxdur. Bu qədər ki, əvəzlikdən danışdıq. Bu qədər əvəzliyin içərisində ancaq ikisi haqqında bu sözü deyə bilərik. Bunlar hansılardır? Heç nə və hər şey. Nə demək istəyirik? Mənim heç nəyim, sənin heç nəyin, onun heç nəyi, bizim heç nəyimiz, sizin heç nəyiniz, onların heç nəyi. Mənim hər şeyim, sənin hər şeyin, onun hər şeyi, bizim hər şeyimiz, sizin hər şeyiniz, onların hər şeyi və yaxud da hər şeyləri. Deməli, bundan başqaları tam qəbul eləyə bilmir mənsubiyyə şəkilçiləri. Necə qəbul eləyə bilmir? Gəlin, bunu bir təcrübə şəklində göstərək. Məsələn, hamı, hərə deyə və yaxud biri deyə qeyri-müəyyən əvəzliklərimiz var. Deyə bilərik, mənim hamım, sənin hamın, mənim hərəm, sənin hərən. Deyə bilmirik, düzdür. Buradan nə çıxır? Buradan o çıxır ki, bu tipdə qeyri-müəyyən əvəzliklər birinci və ikinci şəxsin təklərini qəbul edə bilmirlər. Bundan başqalarını qəbul edirlər. Məsələn, onun hamısı deyə bilirsən, onların hamısı, bizim hamımız, sizin hamınız deyə bilirsən. Deməli, 6 dənə şəxslər üzrə təkcə, hərəsində 3-6 olur, düzdür? 6 dənənin 2 dənəsini qəbul eləyə bilmir, növbəti 4 dənəsini qəbul edə bilirlər. Amma yenə təkrar eləyirəm, yalnız 2-ci əvəzliyimizdir ki, bütün mənsubiyyə şəkilçilərini rahatlıqla qəbul edə bilirlər, o da heç nə və hər şeydir. Sonra biz burada nədən danışacaq? Ümumiyyətlə, həmişə nəyi deyirdik? Qeyri-müəyyən əvəzliklər hansı hissəsini əvəz edir? Əsasən, ismi əvəz edir.
Amma içərisində bircə dənəsi var. O sifəti də əvəz eləyir. O da hansıdır? Bəzidir. Yadımıza salaq. Keçən dəfədən nə demişdim? Əgər bir əvəzlik lütdürsə, hansı intiq hissəsini əvəz eləyəcək? Sifəti. Əgər yox, o ismə aid hansısa şəkilçiləri qəbul eləyibsə, onda ismi əvəz eləyəcək. Bəzi lütdürsə, sifəti əvəz eləyəcək. Bəzi insanlar, bəzi əşyalar, bəzi məxluqlar, bəzi dəftərlər və s. Amma bəzisi dedimsə, si nəyin şəkilçisidir orada? Mənsubiyyə şəkilçisidir. Bəzisi, bəziləri, bəzisindən və s. və ilaxır. Bir də fikir verdinizsə, niyə mən bəzidən demədim? Çünki yadınıza gəlirsə, keçən dəfə belə bir şeydən danışmışdıq. 5 dənə əvəzliyimiz var idi ki, onlar mənsubiyyət qəbul etmədən hallana bilmirdilər. Bunun ikisini artıq keçmişdik. Hansılarıydı? Bunu bir qıraqdan yazaq. Elə, belə. İndi üçüncüsünü yazdıq. Düzdür? Bu da bəzidir. Bundan başqası hələ ki deməmişik. Düzdür? Bundan sonra biz burada bir neçə məqama toxunmalıyıq. Hansı ki biz buna zərf bölməsində toxunmuşduq. Bəzi qeyri-müəyyən əvəzliklərlə və təyini əvəzlik, qeyri-müəyyən əvəzlik, zərf, bunlar bir-birinə qarışmasınlar deyə biz burada bir məqama toxunmalıyıq. Bu da hərlə bağlı olan bir şeydir ay uşaqlar. Deməli, bir heçlə, bir hərlə olandır. Bunu silib ayrı-ayrı bir qeyd eləyirəm, bir-bir yazıram ki, test işləyəndə sizin üçün problem olmasın. Gəlin baxaq görək, qabağı hər olan hansı əvəzliklərimiz var? Hər nə? Hər kim. Hər kəs, hər kim, hər şey. Deməli, fikir verək. Siz konspektdə bu birincisini görməyəcəksiniz. Çünki bu bəzi yeni ədəbiyyatlarda olan bir şeydir. Digərlərini isə konspektdə görəcəksiniz. Bax, bunlar, bu dördü nədir? Əvəzlikdir. Nə əvəzlikdir? Qeyri-müəyyən əvəzlikdir. Amma fikir verin, bunların bu tərəfinə görməsəm, ancaq bunu görsəm, mən buna nə deyə bilərəm? Təyin əvəzlik deyə bilərəm. Düzdür? İndi ona görə bu 4 dənə sözü yaxşı yadda saxlayırıq. Bu 4 dənəsi gəldisə qeyri-müəyyən əvəzlikdir. Bundan başqa hərin arxasından başqa bir şey gəlsə, onda təyin əvəzliyi olacaq. Məsələn, deyirəm ki, hər çiçəyin öz ətri var. Hər 3 testinizdən bir bu cümləyə rast gələcəksiniz. Gəlin yazılı şəkildə gözünüz görsün deyə yazaq. Hər çiçəyin, düzdür, hər çiçək. Bu çiçək sözü fikir verək, bunların heç birindən deyil də. Əzbərlədənizsə artıq biləcəksiniz ki, çiçək bunlardan deyil. Deyil sonda nə olacaq? Təyin əvəzliyi olacaq. Bəs yaxşı, bizim zaman məfhumlu bəzi sözlərimiz var da. An, saat, il, ay və s. İndi gəlin bunlara baxaq. Hər ay, hər saat, hər an və s. və ilaxır. Bu isə 2 cür işlənə bilər. Yenə zərf bölməsini yadımıza salırıq. Bir ola bilər mürəkkəb zərf. Bu zaman nə olacaq? 2 söz bir suala cavab verəcək. Bir də nə isə ola bilər? Təyini əvəzlik, üstə gəl isim. Bax bu çiçək sözündəki hər çiçək kimi. Necə olur? İndi biz bunu cümlələrlə baxaq. Məsələn, deyirəm ki, hər ay təxmini 30 gündən ibarətdir. Belə bir cümlə yazıram. Bir də deyirəm ki, hər ay bizə maaş gəlir. Sual veririk. İbarətdir nə? Ay. Hansı ay? Hər ay. Bu ikisi bir yerdə nə oldu ay uşaqlar? Birinci növ təyini söz birləşməsi, birinci tərəf əvəzlikdir. İkinci tərəf isimdir. Amma hər ay bizə maaş gəlir. Gəlir nə? Maaş. Nə zaman? Hər ay. Burada isə 2 söz birlikdə bir suala cavab verdi və nə oldu? Mürəkkəb zərf oldu. Anlaşıldı bu. Kiməsə qaranlıq qalmadı. Yenə necə ki o, budan sonra an, saat gələndə sual verirdik.
Əgər ikisi bir yerdə idisə ona mürəkkəb zərf deyirdik. Yox, ayrı-ayrı suallara cavab verirsə, birinci tərəf şairə əvəzli idi, ikinci tərəf isim idi. Burada da təkrar eləyirəm. Bu 4 dənə sözümüz gəldisə qeyri-müəyyən əvəzlikdir. Amma bundan başqa sözlər gəldisə, çiçək, böcək, dəftər, kitab, televizor, lüstür, ayaqqabı və s. və ilaxır fərqi yoxdur. Burada hamısında hər olacaq təyinə əvəzlik. Amma zaman məfhumlu sözlər gələcəksə, bu zaman bir dayanacaq, duracaq, ona bir sual verəcək. Və əgər mənə bu şəkildə veribsə, cümlə içərisində yox, ancaq belə veribsə, mən qərar verə bilmərəm. Mən deyə bilmərəm, o zərfdir, yoxsa əvəzlik üstəgəl isimdən ibarət olan birinci növ təyini söz birləşməsi. Əgər bunu mənə bu şəkildə verirsə, mən məcbur onun ikisini də götürəcəm. Və yaxud sizə necə verilə bilər? 2 cür başa düşülə biləni götür, onda okeydir. Amma sənə mütləq belə cümlə içərisində verməlidir ki, sən də onu sintaktik təhlil eləyib biləsən, oradakı zərfdir, yoxsa əvəzlikdir. Eyni şey, digər yenə təkrar eləyirəm, o bu əvəzliklərinlə olan saat, ay, il falan bunun kimi zaman məfhumlu sözlərə də aiddir. Amma heçlə bağlı biraz vəziyyət fərqlidir. Niyə? Çünki heç nədir ay uşaqlar? Heç köməkçi intq hissəsidir. Belə deyək, buradan başqa. İndi gəlin baxaq. Heç nə, heç kəs, heç kim, heç şey varmı ay uşaqlar? Yoxdur. Heç şey yoxdur. Amma sizin bəzi testlərinizdə heç bir şey gələcək qarşınıza. Heç bir şey. Arada bir var. Və bəzi yeni ədəbiyyatlarda bunu götürülür. Bu yenə qeyri-müəyyən əvəzlik kimi götürülür. Amma birsiz işlənmir. Heç bir şey. Yəni, ingilislərin nothing-i yəni. Heç nə. Yenə də onu deyirəm, birsiz onu götürməyəcəksiniz. Çünki heç nə şeyin birləşməsi Azərbaycan dilində yoxdur. İndi bu 3 dənəsini gördümsə, mən buna deyəcəm qeyri-müəyyən əvəzlik. Amma bunlar yoxdursa, heç nə oldu? Ədat. Ədat. Heç məni istəmirsən, heç sözə qulaq asmırsan, heç belə iş olar. Və bunu ayırmaq çox rahatdır. Niyə rahatdır? Çünki ədatın sualı yoxdur. Sən buna normal şəkildə sual verə biləcəksən, amma ədata sual verə bilməyəcəksən. Üstəgəl, yenə təkrar edirəm. Başa düşməyənlər üçün deyirəm. Ay, mən başa düşmürəm, ay, Azərbaycan dili çətindir. Mən də elə uşaqlara nə deyirəm? Deyirəm, nə eləmək lazımdır? Əzbərləmək lazımdır. Əzbərlə. Bu bura girmirsə, sən də əzbərlə. Nəyə əzbərləyəcəksən? Bu 3 dənəsini gördünsə qeyri-müəyyən əvəzlik deyəcəksən. Buradan başqa heçə harda gördünsə ona ədat deyəcəksən. Bundan belə bir başa düşülməyəcək nəsə varmı? Yəni bundan asanı məncə daha yoxdur. Burada bitiririk qeyri-müəyyən əvəzliklərimizi. Bir də, yox, bitirmirik. Bəzi nüanslar var hələ. Məsələn, biri var. Biri. Uşaqlar, bu biri Azərbaycan dilində ümumiyyətlə belə var da, biraz belə yapmacıq, qrammatikamızın yapmacıq hissələri var. Biri deyə bir əvəzliyimiz var. Bu da qeyri-müəyyən əvəzlikdir. Və bunu çox vaxt uşaqlara nə ilə qarışdırıb verirlər? Sa ilə qarışdırırlar. Əslinə qalsa isə, yəni kökünə insək, elə bu biri də saydır. Sadəcə bu isimləşmiş bir say kimi gedir. Arxasından i şəkilçisi, ismə aid olan şəkilçini qəbul edib ortalıqda mən əvəzliyəm deyə fırlanır. Yəni, amma sizə bunu belə keçmək lazımdır. Biz də belə bu şəkildə keçirik. Və burada da əslində bunu ayırmaq çox rahatdır. Bir var deyirəm ki, uşaqlardan biri dərsə gəlməmişdi. Bir də var deyirəm ki, biri dərsə gəlməmişdi. İndi siz fikir verin. Məna fərqi var. Yoxdur ki. Düzdür. Amma biz uşaqlardan biri deyəndə oradakı birinə götürürük, say götürürük. İkinci deyəndə biri, cümlə biri ilə başlayanda o nə götürürük? Əvəzlik götürürük. Və fikir verin, uşaqlardan biri dedimsə say götürürəm. Uşaq sözünü çıxdım, biri dərsə gəlməmiş dedimsə əvəzlik götürürəm. Məntiqsizdir mi? Məntiqsizdir. Yəni yenə deyirəm, kök əslində saya dayanır.
Amma sizə ən çox bunu sayla qarışdırıb verəndə çox asan şəkildə, bariz nümunə, yəni belə seçilə bilən nümunələrlə verir. Onda nə edəcəksiniz? Biri 3 ilə 5 ilə əvəz eləyəcəksiniz. Uyğun gələcəksə o sayda, uyğun gəlməyəcəksə deyil. Məsələn, uşaqlardan biri gəlməmişdi, uşaqlardan 5-i gəlməmişdi. Amma 5-i dərsə gəlməmişdi deyəndə burada artıq bir qədər yarımçıq məlumat kimi, məntiqsiz bir məlumat kimi sənə gəldiyi üçün bunu çevirə bilməyəcəksən. Bir də biri daha çox necə işlənir, onu da deyək. Daha çox kimsə, kimi, yəni qeyri-müəyyən, məhçul bir şəxs haqqında söhbət gedəndə və daha çox təkrarlanır. Məsələn, biri oturmuşdu, biri ayaq üstə idi. Biri yemək yeyirdi, biri mahnı dinləyirdi, biri kitab oxuyurdu. Fikir verin, bir cümlənin içərisində bir neçə təkrarlanan versiya kimi olur biri. Daha çox bu şəkildə işlənir. Sonra burada danışmalı olduğumuz bir nüans da var, onu da deyək. Bu da kimsə ilə bağlıdır. Deməli, uşaqlar, bizim 2 dənə qeyri-müəyyən kimsəmiz var. Deməli, yazılış, deyiliş eynidir, amma necə deyiliş? Vurğusu eyni deyil. Amma yəni tələffüz forması eynidir. Və hər ikisi qeyri-müəyyəndir. Fərqi yoxdur. O da, bu da hər ikisi qeyri-müəyyəndir. Amma biri kim isə mənasındadır. Bunun vurğusu sonda olur. Biri isə heç kim mənasındadır. Onun vurğusu isə öndə olur. Və bunların fərqi nədir? Həmin bu ikinci heç kim mənasında olan, işlənən öz xəbərini mütləq və mütləq şəkildə inkarda istəyir. Yəni, kimsə dinməsin, kimsə danışmasın, kimsə cavab verməsin, kimsə gülməsin. Fikir verin, əmr şəklində ifadə eləyirəm. Düzdür, həmişə əmrdə olmur, əsasən əmrdə olur. Amma həmişə inkarda olur, mütləq inkarda istəyir. Əslində, biz indiyənə qədər Azərbaycan dilində də demişik, siz ingilis dilində də belə keçmişsiniz ki, bir cümlədə 2 inkar olmaz. Amma çox maraqlıdır ki, burada olur. Əslində, buradakı da bariz şəkildə biz ona inkar deyə bilmirik. Çünki keçən dərsimizdə mən nə dedim? İnkar əvəzliyimiz yoxdur dedim Azərbaycan dilində, düzdür? Yəni, bu inkar sayılmır, qeyri-müəyyən əvəzlik sayılır. Heç bu da inkar sayılmır. Yəni, heç nə olanlar da inkar sayılmır. Amma məna cəhətdən, semantika baxımından bəli 2 dənə inkar var. Yəni, heç kim mənasında işlənir. Amma digəri isə kim isə mənasındadır. Məsələn, kimsə qapını döydü, kimsə içəri girdi. Bunda bəli xəbəri təsdiqdə olur və eyni zamanda vurğusu sonda olur. Amma kimsə mənasında, yəni heç kim mənasında olan kimsədə isə vurğu əvvəldə olur. Bununla da bağlı yenə testlər sizin qarşınıza çıxacaq. Bir daha bunu dayandırma, amma pauza ilə. Yaşam kimi sözümüz var. Bu kimini biz bir neçə məqamda görürük. Bəzisini keçmişik, bəzisini keçməmişik. Birincisi, birazdan danışacağımız sual əvəzliklərindən biri kimdir? Və bunun üstünə i şəkilçisi gəlmək. Oldu mu kimi? Aha. Və əsasən də bu təsirli hal şəkilçisi olur. İkincisi, həmin burada olan qeyri-müəyyən əvəzliyimiz. Qoy bunların qarşısından yazaq. Bu sualdır. Bu qeyri-müəyyən əvəzlikdir. Və bir dənə də kimi köməkçi intiqsəmizdir, yəni qoşmadır. Bunlarla bağlı dəhşətli çox sual gələcək uşaqlar. Çox gələcək. Morfoloji təhlildə ümumiyyətlə çox gələcək. Və yadımıza salaq keçən ilki hazırlıqdan. Nə demişdik? Qoşmanın birinci qızıl qaydası nə idi? Cümlə qoşma ilə başlaya bilməz. Təkrar eləyirəm. Cümlə qoşma ilə başlaya bilməz. Bunu dənə beynimizə bir dəfədə həkk eləyirik, üstündən gedirik belə karandaşla, qələmlə. Və əgər cümlə kimi ilə başlayıbsa, o heç vaxt qoşma ola bilməz. Bunların üstündən xət çəkəcəksiniz, gedəcək. İkincisi, %90, %95, əgər orada çox belə romantik bir cümlə deyilsə, o sual işarəsi mütləq orada qoyulmalıdır. Məsələn, kimi çağırırsan,
kimi deyirsən, sual işarəsi qoyuruq da bunun sonuna, düzdür? Bunu da rahatlıqla ayıra bilirik. Əgər yox, ayıra bilmiriksə, yenə də ay müəllim mən başa düşmürəm muddarına girirsinizsə, kiminin sinonimi nədir? Tək, qoşma kimi. Bunu təklə əvəz eləyəcəksən, qoşmadımı yoxsa yox tapacaqsan. Bu kiminin sinonimi nədir? Qoyun yanlarına yazaq. Biridir, kimsədir. Bunda isə dedik təkdir. Bu şəkildə sinonimlərindən əvəz eləyəcəyik və çox rahatlıqla tapacaq. Məsələn, kimi mahnı oxuyur, kimi isə əyləşib kitab oxuyurdu. Buradakı kimini birindən əvəz eləyə bilərəmmi? Biri mahnı oxuyur, biri isə əyləşib kitab oxuyurdu. Düzdür, çox rahatlıqla. Və yaxud da mən də sənin kimi olmaq istəyirəm. Mən də sənin tək olmaq istəyirəm. Əvəz eləyə bildim. Deməli, bu nədir? Qoşmadır. Ümumiyyətlə, qrammatikada, ümumiyyətlə, əsasları artıq bitirməyə üzrəyikdə. Bir də əsas nitq hissəmiz qalıb. Köməkçi nitq hissələrində nə demişik həmişə? Nə etmək lazımdır? Birini tapa bilməyəndə o birisindən əvəz eləmək lazımdır. Yəni, sinonimindən əvəz eləyib tapmaq lazımdır. Əgər mən məktəbdə, məsələn, Nərmini axtarıramsa, deməli, mən nə etməliyəm? Həmin gün Şəms gəlibsə, Şəmsi tapdımsa, bil ki, onun yanındadır. Yəni, bu qrammatikada belədir. Əgər mən birini tapa bilmirəmsə, o birisini tapacam, ondan da biləcəm ki, bəli, sən buradasan, sən busan. Bu oldu qeyri-müəyyən əvəzliklərimiz. Uşaqlar, keçdik sonra təyinə əvəzliklərə. Təyinə əvəzliyimizin sayı azdır. Artıq ikisini orada yazmışıq. Hər, bütün, filan. Hər, bütün, filan, eyni. Öz yox idi. Öz, hər, bütün, filan, eyni. Nəni də onu saxlar? Deməli, uşaqlar, 5 dənə əvəzliyimiz var, təyinə əvəzliyi olaraq. Amma və lakin sizin oxuyacağınız PDF-də bunun 4 dənəsini görəcəksiniz. Bir dənəsini orada görməyəcəksiniz. Ona görə də o PDF-i çıxardandan sonra nə edirik? Orada eynini özümüz yazırıq. Eyni əvvəlki, yəni TQDK olan zamanlarda yox idi orada, amma 4 dənəsi var idi. Eyni heç indiki kitablarda da yoxdur, yəni belə deyim, nə mənada kitablarda. Abituriyent üçün olan kitabların əksəriyyətində yoxdur. Amma məktəb kitabında var deyə biz mütləq şəkildə eynini orada götürməliyik. Və elə eyni haqqında danışmışkən birinci buradan başlayaq. Deməli, ay uşaqlar, bizim növbəti lövhənin bir kənarına yazılacaq əvəzliyimizdən biri də eynidir. Yəni, nə əvəzliyidir? Hal şəkilçisini bir dəfəlik qəbul eləyə bilmir. Gəlin, yoxlayaq. Məsələn, eynidə, eynidən deyə bilərik belə bir şey. Amma eynisində, eynisindən deyə bilərik. Deməli, birinci nə eləyir? Birinci mənsubiyyəti qəbul eləyir, ondan sonra hallanır. Bəs burada bir dənəsi qaldı. Bayaq demişdik 5 dənə olacaq. O hansıdır? Bəli, o da özdür. Öz əvəzliyi də mütləq şəkildə birinci mənsubiyyəti qəbul eləyir, ondan sonra hallanır. Və mənsubiyyəti də qəbul bütün şəxslər üzrə eləyə bilir. Özüm, özü, özün və s. ilaxır. Deməli, özü də bura yazırıq. Oldu 5 dənə. Bu 5 dənəsini əzbərləyirik ya uşaqlar. Çünki yenə tez-tez sual şəklində düşəcək. Hal şəkilçisini qəbul etmək üçün öncə mənsubiyyəti tələb edən hansı əvəzliklərimizdir deyə. O 5 dənəsini əzbər bilməlisiniz. Gəldik indi bunlar haqqında bir-bir danışmağa. Deməli, öz əvvəlcə qayıdış əvəzliyi sayılırdı ay uşaqlar. Necə? Özün özü təyini sayılırdı, amma o mənsubiyyətə görə dəyişəndə qayıdış sayılırdı. Amma bunun məntiqsiz olduğunu görüb yığışdırdıq qayıdışı və öz oldu təyini istər mənsubiyyətə görə dəyişsin, istər dəyişməsin. Amma yenə məsələ eynidir. Burada hansını əvəz edir desək, sifəti daha çox əvəz eləyəcək. Deməli, əgər hamısı lütdürsə sifəti əvəz eləyir, əgər ismin şəkilçilərini qəbul edirlərsə ismi əvəz etmiş sayılır. Amma bu ikisi ismin şəkilçilərini heç cür qəbul edə bilmirlər.
özündən sonra heç bir qrammatik şəkilçi qəbul edə bilmirlər. Nə hər qəbul eləyə bilmir, nə bütün qəbul eləyə bilmir. Və buna görə də testlərə necə düşür? Heç bir qrammatik dəyişikliyə məruz qalmayan hansı əvəzliklərdir? Hər və bütünü götürəcəyik. Məsələn, desəz ki, uşaqlar bəzən belə bir yanlış fikrə düşür. Məsələn, bu çörək bütündür, bu yanlışdır. Bu Azərbaycan dilində belə bir cümlə yoxdur. Bu çörək bütövdür deyə bilərsən, bütündür deyə bilmərsən. Amma fikir verin, mənim burada üstünə belə basaraq vurğuladığım nədir? Heç bir qrammatik şəkilçi qəbul eləmirlər ay uşaqlar. Leksik şəkilçi qəbul edirlər. Məsələn, bütünlüklə deyə zərfimiz var. Nədən düzəlib? Həmin bu bütün əvəzliyindən düzəlib. Hərə deyə qeyri-müəyyən əvəzliyimiz var idi indicə. Nədən düzəlib? Yenə bu hərdən düzəlib. Deməli, hərdən deyə bir var. Nəyimiz var? Zərfimiz var, düzdür? Həmin o hərdən zərfi də yenə hər əvəzliyindən düzəlib. Yəni, leksik şəkilçi qəbul edir, amma qrammatik şəkilçi qəbul edə bilmir. Bu cümlə filan haqqında yoxdur. Yəni, filan haqqında elə bir şey yoxdur. Amma %90 bu da dəyişmir. Yəni, filanı, elə bir şeylər filandan, yəni, bəlkə də olsa da belə loru dildə, dialekt kimi daha çox istifadə olunur. Ədəbi dildə daha çox elə yenə filan da lüt şəkildə sifəti əvəz eləyən bir söz kimi qarşımıza çıxır. Eyni haqqında isə yenə dedik, nə təkrar eləyək, əvvəlcə mənsubiyyəti qəbul eləyir, sonra hallanır. Bundan başqa burada qeyri-adi bir şey yoxdur. Bir dənə hərlə bağlı olanları da bayaq dedik. Nə təkrar eləyək Xədicə xanım? Hər an, hər saat, hər gün görsək nə edəcəyik? Mütləq o cümləni sintaktik təhlil eləyəcəyik. Əgər ayrı-ayrı suallara cavab verirsə, orada hərdir. Yox, əgər ikisi bir yerdə cavab verirsə, mürəkkəb zərfdir. Və gəldik ən sonuncu sual əvəzliklərinə uşaqlar. Sual əvəzlikləri, bu cümləni beynimizə həkk eləyək. Dilimizdə bildiyimiz bütün sual anlamlı sözlər hamısı sual əvəzlikləridir. Bax, təkrar edirəm. Bildiyimiz bütün sual sözləri hamısı sual əvəzlikləridir. Fikir verin, yadınıza gəlirsə, say bölməsinin içərisində tez-tez bizə, belə deyim, o sizin dilinizdən deysə, kakalamağa çalışırdılar. Neçə sözünün say olduğunu. Düzdür? Amma neçə hansı intik hissəsidir? Əvəzlikdir. Nə olsun ki, sayın sualıdır? Sayın sualı olsa da yenə də əvəzlikdir. Deməli, ay uşaqlar, kim, nə, hara, neçə, nə qədər, neçənci, necə, nə cür, hansı, nə etdi, nə oldu və s. və ilaxır, niyə, nə üçün, nə səbəbə bildiyimiz bütün sual sözlərinin hamısı sual əvəzlikləridir. Və hansı sual əvəzliyi, hansı nitq hissəsinin sualıdırsa onu əvəz etmiş sayılır. Məsələn, kim hansı nitq hissəsinin sualıdır? İsmin. Deməli, sən deyəcəksən kim ismi əvəz eləyən əvəzlikdir. Və yaxud nə zaman, hansı nitq hissəsinin sualıdır? Zərfin. Deyəcəksən zərfi əvəz eləyir. Məsələn, nə zaman bizə qonaq gələcəksən? Burada deyəcək, məsələn, əvəzliklər hansı nitq hissəsini əvəz eləyib? Nə zaman zərfi əvəz eləyib? Bəs digəri? Bizə. Nəyə əvəz eləyir? İsmi. Çünki orada başqasını deyə bilmirik. Şəxs əvəzliyində başqasını cümlədə zərflik olacaq. Cümlədə zərflikdir. Amma şəxs əvəzlikləri isimdən başqasını əvəz eləmir. Onun başqasını deyə bilmirik. Sonra sual əvəzliklərindən bağlı başqa nə deyəcəkdik? Sual əvəz təkrar eləyirik. Sual əvəzlikləri yeganə əvəzlik növüdür ki, öz-özünü əvəz eləyə bilir. Bunu birinci dərsdə izah eləmişdik, necə əvəz elədiyini. Daha da yazmıram lövhəyə. Daha sonra nə deyəcəkdik sual əvəzliklərindən bağlı? Heç nə. Yəni, məna növlərindən bağlı bu qədər. Və ay uşaqlar, indi yazacağım mən quruluşca növlərini. Quruluşca növlərindən də onu deyək ki, şəxs, işarə, təyini əvəzliklər quruluşca yalnız sadə olur. Qeyri-müəyyən və sual əvəzlikləri isə quruluşca həm sadədir, həm düzəltmədir, həm mürəkkəbdir. İndi quruluşca növləri, mən həmişə bunu nəyə bənzədirəm? Dərs izahında indiyənə qədər məndən yəqin keçmiş olarsınız.
6 dənə əsas nitq hissəmiz var, düzdürmü? Bunlar morfoz kişinin nə idi? Oğlanlarıdır, düzdürmü? Oğlanların elə bilin ki, 5-inin də əvəzlikdən başqa. 5-inin də evi var, eşiyi var, 3 uşağı var. Bu yetim əvəzliyin yoxdur. Bu nə eləyib? Ata görüb ki, bunun nə ev eşiyi var, nə ümumiyyətlə, belə deyək, övladı falanı var. Biraz bundan qapıb, biraz bundan qapıb, biraz bundan deyib, sən hamısını əvəz eləyəcəksən. Bundan bir dənə ev eşik düzəldib. 3 dənə də uşaq düzəldib ki, valla düzəltmə olanları şikəst uşaqlardır. Yəni, onlar normal, belə deyim, şəkilçi ilə düzələn sözlər deyil. Ona görə də biz bunu nə edəcəyik? Burada məntiq falan axtarmayacaq, sadəcə əzbərləyəcəyik. İndi məntiq amma yenə hamısında eynidir. Yenə sadəsi, düzəltməsi və mürəkkəbi var. Sadəsi bir sözdən ibarətdir və heç bir quyruğu falan yoxdur. Məsələn, hamı, məsələn, mən və s. Mürəkkəbi 2 yerə bölünür. Bir dənəsi bitişik yazılır. Bayaq demişdik, hansıydı? Filan kəsi idi. Qalanları isə ayrı yazılırsa ona mürəkkəb deyəcəyik. Məsələn, hər şey deyək. Düzəltməsi isə hamısı dənə-dənə əzbərləyəcəksiniz. Hansılardır? Hərə, biri, kimsə, nəsə, neçənci və kimi. 6 dənə. Bu 6 dənəsini əzbərləyəcəksiniz. Məntiq nədən ibarətdir? Hər deyə sözümüz var. Bir artıqdır, quyruqdur. Bir var, i artıqdır. Kim var, sə artıqdır. Nə var, sə artıqdır. Neçə var, nici. O ıncı şəkilçisi kimi. Kim var, i artıqdır. Artıq quyruqları var, ona görə də düzəltmədilər. Bir də burada bir şeyə diqqət yetirin. Deməli, kimsə düzəltmə sayılır. Kim isə ayrı yazılanı mürəkkəb sayılır. Nəsə düzəltmə sayılır. Nə isə ayrı yazılanda mürəkkəb sayılır. Yəni, söhbət yalnız burada yazılışa dayanır. Yəni, məntiq axtarmırıq, yazılışa baxırıq. Bitişik yazılırsa düzəltmədir, ayrı yazılırsa mürəkkəbdir. Və təkrar eləyirəm. Şəxsdir, işarədir, təyinidir. Bunların quruluşca nə mürəkkəbi var, nə düzəltməsi var. Hamısı sadədir. Baxın gözümüzün qabağında. 5 dənəsi burada sadədir. Mən, sən, o, biz, siz, onlar şəxslər sadədir. O, bu, elə, belə və həmin. Bunlar da işarədir, orada sadədir. Gör, fikir verdik, heç bir şəkilçiyə bənzər falan filan heç nə yoxdur. Hamısı tərtəmiz, düzünə sözlərdir. Bunlar yalnız sadələrdir. Amma qeyri-müəyyəndən sualda isə 3-ü də var. Sadəsi də var, düzəltməsi də var, mürəkkəbi də var. Düzəltmənin 6 dənəsindən 1 dənəsi suala aiddir. Neçənci? Qalan 5 dənəsi isə qeyri-müəyyənə aiddir. Təşəkkür.